Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. El-Kail. Ya eyyuhel Resulü belliğ ma unzile ileyke min Rabbike ve illem tef'al fema bellagte risalete. Vallahu ya'simuke minen nas. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. El-Kail. Belliğu anni velev âye. Amma ba'd. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilma. Muhterem Müslümanlar, bugün Allah'ın izniyle Peygamber sallallahu aleyhi ve sellemin ümmetine ettiği əzəmətli tövsiyelerden birini götürəcəyik. Uqbət ibn Amir radıyallahu anhu Peygamber sallallahu aleyhi ve sellemin yanına gelerek belə deyir. Deyir ki, Ya Resulallah, mən necəh? Ey Allah'ın Resulü, kurtuluş nededir? Xilas necə ola bilərik? Necə kurtulabilirik? Peygamber sallallahu aleyhi ve sellem buyurur, Emsik aleyke lisanek ve liyesa'ke beytuk ve biki ala hatiyetik. Dilini koru. Dilini koru. Evinle kifayetlen. Yani evinde Rabbine ibadet itaatle meşgul ol. وَبْكِ عَلَى خَطِيئَتِكَ. Öz hatalarına göre ağla. Öz eyiblerine göre ağla. Başkalarının eyibleriyle değil. Öz eyiblerinle meşgul ol. Hakikaten bu tövsiye əzəmətli Peygamber sallallahu aleyhi ve sellemin ümmetine ettiği əzəmətli tövsiyelerden biridir. Ki Peygamber sallallahu aleyhi ve sellem bize kurtuluşun yollarını öğretir. Bu mühteşem hadisiyle bize kurtuluş yollarını öğretir. Allahu Teala buyurur: "Femen zuhziha anin nari ve udkhila'l cennete fekad faz. Ve mel hayatud dunya illa meta'ul gurur." Kim oddan, cehennemden uzaklaştırılıp cennete dahil edilerse artık o uğur kazanmıştır. Dünya hayatı ise aldatıcı lezzetten başka bir şey değildir. Bakın bu sahabe Ukbet ibn Amir, Allah ondan razı olsun, Peygamber sallallahu aleyhi ve sellem'den kurtuluş hakkında soruşur. Cevap veren kimdir? Peygamberlerin imamı, bütün beşeriyetin en hayırlısı, geçmiş ve gelecek günahları bağışlanan, danıştığı zaman havadan danışmayan, yalnız özüne vahiy olunanla danışan Peygamber sallallahu aleyhi ve sellem bu sahabenin sualına cevap verir. Hansı ki Allahu Teala o peygamberi hakkında buyurur: "Ve ma yantiqu anil heva in huve illa vahyun yuha." O peygamber havadan danışmaz, yalnız özüne vahiy olunandan başka. Bəli kardeşler, Peygamber sallallahu aleyhi ve sellem kim kurtuluşu isteyirse ona bu hadisiyle beyan edir. Ve deyir ki, kurtuluş mu isteyirsen? Xilas olmak mı isteyirsen? Cehennemin odundan korunmak mı isteyirsen? Cehennemden xilas olmak mı isteyirsen? Emsik aleyke lisanek. Dilini koru. Bugünkü danışığımız Allah'ın izniyle dil hakkında olacak.
Həqiqətən dil bədenin bütün üzvlərinə rəhbərlik edən ali komandirdir. Həqiqətən dil bədenin bütün üzvlərinə rəhbərlik edən ali komandirdir. Əgər o dil salamat olarsa, bütün bədən üzvləri salamat olar. Əgər o dil əyri olarsa, bütün bədən üzvləri də əyri olar. Necə ki, bu haqda Allah Resulü sallallahu aleyhi və səlləm bizə xəbər verərək buyurmuşdur ki, İzə əsbəhə İbn Ədəm, Adəm övladı sabahladığı zaman, فَإِنَّ الْأَعْضَاءَ كُلَّهَا تُكَفِّرُ اللِّسَانِ Ey təzullə ləhu və təxda' bütün üzvlər dilə itaət edər, yəni onun qarşısında təvazö göstərər və ona boyun əyər. Və deyərlər, İttəqilləh finə, bizim haqqımızda Allahdan qorx, ey dil. Bizə görə Allahdan qorx. فَإِنَّمَا نَحْنُ بِكَ Həqiqətən biz səninləyik. فَإِنْ اِسْتَقَمْتَ اِسْتَقَمْنَ Əgər sən doğru olarsansa, düzgün olarsansa, biz də düz olarıq. وَإِنْ اِعْوَجَجْتَ اِعْوَجَجْنَا Əgər sən əyri olarsansa, biz də əyri olarıq. Demək, qardaşlar, dilin qorunması, dilimizi qorumağımız bu qədər önəmlidir. Həqiqətən dil, kim dilini söz-söhbətdən, dedikodudan və batil olan işlərlə məşğul olmaqdan, günahsız insanların ətini yeməkdən, yəni günahsız insanlara dili ilə zülm etməkdən, qeybətdən, nəmmamlıqdan qoruyarsa, cənnətə daxil olar. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədis-i şərifində buyurur, Mən yadmənu li mə beynə ləhyəyhi və mə beynə ricləyhi admənu ləhul cənnə. Kim mənə iki çənəsi arasında olanı və iki ayağı arasında olanı qorumasına zəmanət verərsə, mən onun cənnətə girməsinə zəmin duraram, deyir Peyğəmbər sallallahu aleyhi və səlləm. Cənnət mi istəyirsən? Onda dilini qoru. Cənnət mi istəyirsən? Fərcini qoru. Övrətini, ayıb yerlərini haramdan qoru. Muaz ibn Cəbəl, Allah ondan razı olsun, deyir. Deyir ki, ey Allahın Resulü, mənə elə bir əməl haqqında xəbər ver ki, o əməl səbəbi ilə cənnətə daxil olum, yəni o əməl məni cənnətə daxil etsin və cəhənnəmdən uzaqlaşdırsın. Peyğəmbər sallallahu aleyhi və səlləm ona buyurur, Ləqad səəltə ən azimin Sən elə bir əzəmətli şey haqqında soruşdun. وَلَكِنَّهُ لَيَسِيرٌ عَلَى مَنْ يَسَّرَهُ اللّٰهُ تَعَالَى Lakin o, Allah'ın rahat ettiği insan için rahattır. Sonra Peygamber sallallahu aleyhi ve sellem buyurur. Te'budullah, Allah'a ibadet et. La tuşrik bihi şey'e. Ona hiçbir şeyi şerik koşma. Ve tuqimus salah, namaz kıl. Ve tu'tiz zekâh, zekatını ver. Ve tesûme Ramazan, Ramazan orucunu tut. Ve hac ziyaretine git. Sonra deyir, Ələ ədulluka alə əbvabil xeyr. Sənə xeyrin qapıları haqqında xəbər verim mi? Əs-savmu cünnə. Oruc qalxandır. Və-sadaqatu tutfi'ul xati'ə. Sədəqə günahları aparandır. Siləndir, yox edəndir.
söndürendir. Necə ki suyun odu söndürdüğü kimi. Ve salatur raculi fi cevfil leyl, kişinin gece namazını kılması. Sonra bu ayeti kerimeni okuyor. Tetecafâ cunubuhum anil medâci'i. Onlar gece namazlarını eda etmekten ötürü yanlarını yerden kaldırarlar. Gece namazlarının kılınması. Sonra Peygamber sallallahu aleyhi ve sellem buyurur. Ela uhbiruke bi ra'sil emri ve amudih. Sana işlerin başını ve direğini haber verin mi? Ve zirvetü senamih. Ve İslam'ın zirvesi hakkında sana haber verin mi? Kultu bela ya Resulallah. Muaz İbni Cebel diyor ki elbette ey Allah'ın Resulü, elbette ki haber ver. Peygamber sallallahu aleyhi ve sellem buyurur. Ra'sul emril el-İslam. İşlerin başı İslam'dır. Ve amudihi es-salah. Onun direği namazdır. Ve zirvetu senamihil cihade. Ve o dinin yüksek zirvesi ise cihaddır. Sonra Peygamber sallallahu aleyhi ve sellem buyurur. Ela uhbiruke bi melaki zalike kullih. Sana bütün bunların esasını, bütün bu işlerin sütununu, esas dayağını haber verin mi? Dedim ki, bela ya Resulallah, elbette ey Allah'ın Resulü. Peygamber sallallahu aleyhi ve sellem buyurur. Bak bize burada lazım olan bu hadisten bize ait olan yeri gelir. Ve deyir, dilini tutur Peygamber sallallahu aleyhi ve sellem. Ve ehaze bilisanihi. Dilini tutur. Deyir. Kuffe aleyke hâzâ. Bunu koru. Buna sahip çık. Bunu koru. Kultu ya Nebiyallah. Dedim ey Allah'ın elçisi. Ve inna lemuâkhazûne bimâ netekellemu bih. Yani biz bu danıştığımız her şeye göre sorgu sual olunacağız ki, yani sen bize deyirsen ki ey Allah'ın Resulü diline sahip çık. Yani biz her danıştığımız şeye göre hesaba çekileceğiz. Peygamber sallallahu aleyhi ve sellem buyurur. Sekiletke ummuke ya Muaz. Anan senin üstüne ağlasın ey Muaz. Ve hel yekubbun nas fin nari ala vucuhihim ev kâle ala menâkhirihim illa hasaidu elsinetihim. Bes insanların üzü üste sürüklenip cehenneme düşmelerini dilleriyle danıştıkları, dilleriyle dedikleri sebebi değil mi? İnsanların üzü üste cehenneme sürüklenip atılmaları bes dilleriyle danıştıklarına göre değil mi? Allahu Ekber. Hadisi İmam Tirmizi rivayet etmiş. Hadis hasen, sahihtir diye bize bildirmiştir. Ve hemçinin Allahu Subhanahu ve Teala bizlere bildirmiştir ki batil işle meşgul olanlarla dil vasıtasıyla ünsiyet kurmak cehenneme dahil olmağın sebebidir. Demek cehenneme dahil olmağın sebeplerinden insanın dilini batil olan işlerde işletmesidir. Allahu Teala buyurur. مَا سَلَكَكُمْ ف۪ي سَقَرٍ. Cennet ehli cehennem ehlinden kıyamet günü soruşar. Sizin sakar cehenneme, sizi sakar cehenneme salan ne oldu? Yani siz ne ettiniz de sakar cehennemine düştünüz? Onlar cevap verirler. قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ. Biz namaz kılanlardan değildik. Namaz kılmadık.
Namaz boş şeydi dedik. وَلَمْ نَكُنُ طَيْمُ الْمِسْكِينَ Miskinleri de yedizdirmedik. İhtiyaç sahiplerine yardım etmedik. وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ Biz batil işlerle dillerini meşgul edeyen insanlarla biz de onlara katıldık. Biz de onlarla beraber olduk. Onlar dillerini batil olan işlerde işletirdiler. Söyüş, tehkir, tene, lanet, iftira, böhtan, yalan. Onlarla meşgul olurlar. Biz de onlarla karıştık. Onlarla birge onların ettiklerini edenlerden olduk. Allahu Ekber. Ona göre bakın kardeşler, batil işle meşgul olanlarla ünsiyet dil vasıtasıyla olur. Batil işle meşgul olanlarla ünsiyet, birliktelik, onlarla davranış dil vasıtasıyla olur. Necə ki Peygamber sallallahu aleyhi ve sellem Muaz radıyallahu anh'unun hadisinde bize bunu öğretti. Dedi, "Sekuletke ummuk." Anan senin üstüne ağlasın. Ve hel yekubbun nas fin nari ala vucuhihim illa hasaide elsinetihim. İnsanların üzü üste düşmelerinin, cehenneme atılarak, cehenneme sürüklenerek, üzü üste cehenneme düşmelerinin sebebi dillerinden kazandıkları değildi mi? Demek dil, bakın kardeşler, balaca et parçasıdır. Boyu balaca olup gördüğü işler əzəmətlidir. Çok tehlikelidir kardeşler. Sümüksüz et parçası. Balaca bir et parçası olmağına bakmayarak törətdiyi cinayetler oldukça əzəmətlidir kardeşler. Ona göre biz bu dilden korunmalı, çekinmeliyik. Bu dilin törətdiyi günahlara baktıkta insan dehşete gelir. Eğer insanı cehenneme aparan 10 günah varsa, subhanallah, belki onun 9'u dil sebebiyledir. Allahu Ekber. Yalan, iftira, böhtan, gıybet, yalan danışmak, yalandan şahitçilik etmek, böhtan atmak, söğüş söymək, nəmmamlıq eləmək. Allahu Ekber. Allahu Ekber. Bakın, bu kadar büyük əzəmətli günahlar bu sümüksüz balaca et parçası səbəbiylədir. Allah korusun. Eğer dil batilden korunarsa, batil olan rəftarından, batil olan danışıqlardan, batil olan işlerden korunarsa, həqiqətən o cennete düşmək üçün səbəbdir. Eğer dil, bakın, eğer dil Müslümanların şərəf və layaqətinə toxunar, batil danışmağa imkan, eğer batilde danışmağa imkan verilərsə, eğer dile, bakın, Müslümanların şərəf və layaqətinə toxunmağa ve batilde danışmağa izin verilərsə dilə, o insanın cehenneme düşmesi için səbəbdir. Ağıllı olan insan o insandır ki dilini korusun. Diline sahip çıksın. Dilin yüyəni özünün elinde olsun. Özünün yüyəni dilinin elinde değil. Yalnız xeyir danışsın. Xeyrə dəvət etsin. Ona göre baxsaq görər ki, həqiqətən sahabələr, sələflər, subhanallah, dillerini yalnız xeyir olan işlere sərf ediblər. Sahabelerden olub, subhanallah. Ağızlarında daş gəzdiriblər. Niye? Görün. Biliblər ki, dilin törətdiyi cinayetleri ona göre çəkiniblər. Qorxublar ki, bəlkə dilləri ilə elə bir səhv, yanlış hərəkət edərlər ki, o etmiş olduğu o cinayet, o cərimə səbəbi ilə, dilin səbəbi ilə
cəhənnəmə düşənlərdən olarlar. Sahabələr bundan qorxublar. Ona görə ağızlarında daş gəzdiriblər. Yemək yeyəndə, yatanda və xeyir olan və boş qalan vaxtları ağızlarında daş olub. Yatanda ağızlarından çıxartıb, yemək yeyəndə ağızlarından çıxartıb və xeyrə dəvət edəndə daşı ağızlarından çıxartırlar. Allahu Akbar. Çünki dilin törətdiyi cinayəti biliblər. Və dilin törətdiyi fəsadları biliblər. Baxın, Əbu Bakır radiyallahu anhu nə deyir? Dilini tutaraq belə deyir. Məni çətin vəziyyətlərə sürükləyən deyir, məni çətin vəziyyətlərə, bu hallara, pis hallara düşməyimə səbəb deyir, mənim bu dilim oldu. Kim deyir bunu? Əbu Bakır radiyallahu anh. Yaxşı, ey Əbu Bakır radiyallahu anh, sənin pis vəziyyətin nə oldu ki? Bu ümmətin ikinci ən xeyirli insanı oldu. Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra bu ümmətin ən xeyirli insanı. Sağlığında cənnətlə müjdələnən, müminlərin əmri, birinci xəlifələrin birincisi, Subhanallah, Əbu Bakır radiyallahu anh bu sözü deyir. Deyir, məni çətin vəziyyətlərə, bu hallara məni salan deyir, dilim oldu. Yəni, gileylənir dilindən. Allahu Akbar. Abdullah ibn Abbas radiyallahu anhuma baxın nə deyir. Dilini tutaraq deyir. Vayl olsun sənə deyir, ey dil. Ya xeyirli söz danış ki deyir, qazanclı olasan, qazanasan. Ya xeyirli söz danış ki qazanasan. Ya deyir, şərdən uzaq dur ki salamat olasan. Ya da deyir, vallahi ki peşman olacaqsın. Ey dil deyir. Ya xeyirli danış ki, xeyirli sözlər danış ki, qazananlardan olasan, qazanasan. Ya şər olan şeylərdən uzaq dur ki, salamat qalasan. Ya da ki deyir, vallahi deyir, peşman olacaqsın. Baxın, Abdullah ibn Məsud radiyallahu anhu nə deyir? Deyir ki, vallahi deyir, Allaha and içir. Yer üzərində deyir, uzun müddətli həbs olunmağa, dustaq olunmağa deyir, layiq olan mənim dilimdən başqa birisi deyil. Yer üzərində uzun bir müddət həbs olunmağa layiq olan deyir, mənim dilimdir deyir. Allahu Akbar, öz dilini deyir. Hansı ki bu sahabələr dua ilə, zikirlə, ibadət, itaətlə, gündüzləri oruc, gecələri namaz, xeyir olan işlərlə məşğul olan sahabələr. Allahu Akbar. Hansı ki Allahu Teala bunlar barəsində bunlara səna olaraq, bunları öyərək dediyi sahabələr deyir bu sözləri. Ki o sahabələr barəsində Allahu Teala yeddi göy səmadan bizlərə öz əzəmətli kəlamını göndərərək onlar haqqında bizə qiyamətə qədər oxunacaq ayətlər indirərək deyir ki, radiyallahu anhum və radu anh. Allah onlardan razı oldu, onlar da Allahdan razı oldu. Dediyi insanlar deyən sözlərdir. Baxın, özləri haqqında, öz dilləri haqqında nə deyirlər? Allahu Akbar. Əgər bu sözləri və bu səhabələr, bu mübarək səhabələr deyirlərsə, onda görün bizlər nə haldayıq, möhtərəm müsəlmanlar. Həmçinin dili pis işlərdə, pis olan sözlərlə, batil olan sözlərlə məşğul eləməkdən bir çəkinməliyik. Bu haqda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, min husnil islamil mər'i tərkuhu mə lə ya'ni. İnsanın deyir, İslamı gözəlliklərindəndir ki, özünə aid olmayan işləri tərk etməsi onun İslamı gözəlliklərindəndir. Sənə aid deyil, danışma. Sənə aid olmayan işlərə qarışma. Sənə aid olmayan işlərlə məşğul olma. Dilivi sənə aid olmayan işlərlə məşğul etmə. Allah'ı zikr et. Şükür et.
Tövbe istiğfar et. Ki kazananlardan olasın. Necə ki Abdullah ibn Abbas radıyallahu anhuma ne güzel deyir. Ey dil deyir. Dilini xeyirli olan işlerle məşğul et ki kazanasın. Şər olan işlerle məşğul olma ki uzak dur ki salamat qalasan. Ne demek? Yani bu her bir sözün əks məfhumu da var kardeşler. Yani ey dil sen eğer xeyirli olmayan işlerle məşğul olacaksansa kazanmayacaksan. Ey dil eğer sen şər olan işlerle məşğul olacaksansa, şər olan işlerden uzak durmayacaksansa, onda salamat kalmayacaksan. Subhanallah. Dikkatli olmalıyıq ona göre. Dilimizi yalnız xeyirli olan işlerle məşğul etməliyik. Yoksa dil bizi batil olan işlerle məşğul eləyər. Həqiqətən bilmemiz lazımdır ki dili batil olan işlerde məşğul etməyimiz, hem cehenneme daxil olmağımız, cehenneme düşməyimiz, hem de Allahu Teala'nın qəzəbini kazanmağımız üçün səbəbdir. Əuzu billah. Bir insan özüne ait olmayan işlerle məşğul olar, batil olan işlerle dilini məşğul eləyər. Bu hem cehenneme düşmesi hem de Allah'ın qəzəblənməsinə getirip çıkarar. Bakın Peygamber sallallahu aleyhi ve sellem buyurur. Bir adam deyir Allah'ın qəzəbinə səbəb olan bir söz deyər. Bir adam Allah'ın qəzəbinə deyir səbəb olan bir söz deyər. Onun nəticəsinin bu qədər böyük olacağını deyir ağlına belə gətirməz. Allah ona deyir bu sözə görə qiyamətə qədər Allah Teala ona qəzəbini yazar. Allahu Ekber. Həmçinin, bakın kardeşler, dilimizi gerek iman getirenler arasında əxlaqsızlığı yaymaqdan qorumalıyıq. Dilimizi iman getirenler arasında, müminler arasında əxlaqsızlıqları yaymaqdan qorumalıyıq. Çünkü Allahu Teala buyurur, İnnellezîne yuhibbûne en teşî'al fâhişetu fillezîne âmenû lehum azabun alimun fid dunya vel ahire. Vallahu ya'lemu ve entum la ta'lemun. Müminler arasında pis, nalayık, əxlaqsız sözleri yaymaq istəyənləri dünyada ve ahirətdədir, şiddetlidir, yandırıcı bir əzab gözləyir. Siz bilmirsiniz, amma deyir Allahu Teala bilir. Siz bilmirsiniz, Allah ise bilir. Ve hemçinin Allahu Teala buyurur: وَالَّذ۪ينَ يُؤْذُونَ الْمُؤْمِن۪ينَ وَالْمُؤْمِنَاتِ بِغَيْرِ مَكْتَسَبُوا فَقَدْ اِحْتَمَلُوا بُهْتَانًا وَاِثْمًا مُب۪ينًا. Mümin kişileri ve kadınları etmedikleri bir işten, günahtan ötürü incidenler şüphesiz kidir, öz üzerlerine böhtan ve açık aşkar günah götürmüşler. Ve hemçinin Allahu Teala bizleri her eşittiğimiz sözleri danışmaktan çekindirerek ve her eşittiğimiz sözü araştırmadan, dəqiqləşdirmədən, təsəbbüt etmeden danışmağımızı çekindirerek belə buyurur. وَلَوْلَا اِذْ سَمِعْتُمُوهُ قُلْتُمْ مَا يَكُونُ لَنَا أَنْ نَتَكَلَّمَ بِهَذَا سُبْحَانَكَ هَذَا بُهْتَانٌ عَظِيمٌ يَعِظُكُمُ اللّٰهُ أَنْ تَعُودُوا لِمِثْلِهِ أَبَدًا اِنْ كُنْتُمْ مُؤْمِنِينَ. Meğer siz onu deyir eşittiğiniz zaman, herhangi bir sözü eşittiğiniz zaman bize bu yalanı, yani yalanı, o yalandı, yani eşittiğiniz söz yalandı. O yalanı danışmak yaraşmaz. Bu çok büyük bir böhtandır. Demeli değildiniz mi diyor Allah-u Teala. Allah size bir öğüt nasihat verir ki
eğer müminsinizsə bir daha bu günaha qayıtmayın. Bir daha belə etməyin. Və həmçinin bizlər dilimizi əxlaqsızlıqdan, söyüşdən, nalayiq sözlərdən, təhkirdən belə qorumalıyıq. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, əxlaqsızlıqdan çəkinin. Həqiqətən Allah əxlaqsızlığı və nalayiq söz və rəftarları sevməz. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm bir möhtəşəm hədisində buyurur, Leysəl mu'minu bit-ta'an. Mümin tənə edən, vələl-lə'an, ya da lənət edən, vələl-fəhişə, ya söyüş söyən, əxlaqsızlıq edən, vələl-bəzi, ya da ağzı pis söz danışan, ağzı murdar olan insan deyildir. Həmçinin bizlər çox həddindən artıq zarafat etməkdən belə çəkinməliyik. Çünki bəzən zarafat, həddindən artıq zarafat insanı yalana aparır. Peyğəmbər sallallahu aleyhi və səlləm də bizi yalandan çəkindirərək buyurur ki, İnsanları yalan danışarak güldüren insanın halına vail olsun, vail olsun. İnsanları yalandan, yani gülsünler diye yalan danışan insanın halına vail olsun, vail olsun. Vail cehennemde bir kuyunun, bir derenin adıdır. Allahu Ekber. Ona göre bizler gerek dilimizi yalandan koruyaq. Çünkü Peygamber sallallahu aleyhi ve sellem buyurur, yalandan çekinin. Çünkü yalan insanı günahlara aparır. Günahlar da insanı cehenneme aparır. Kişi deyir o kadar yalan danışar ve yaranda deyir yalan danışmakta, erişteli olarsa, yalan danışmakta məhşur olarsa, yalan danışmakla tanınarsa, o Allah-u Teala'nın endində deyir yalancılardan yazılır. Allah korusun. Həmçinin yalan sözlərdən, yalan şahidçilikdən deyir, çəkinin. Demək, yalandan şahidçilik etməkdən belə çəkinməliyik. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah-u Teala buyurur, وَاجْتَنِبُوا قَوْلَ الزُّورِ. Yalan danışmaktan çəkinin. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bir möhtəşəm hədisində buyurur ki, Ələ unəbbiukum bi əkbəril kəbair. Mən sizə deyir, böyük günahların ən böyükləri barəsində xəbər verimmi? 3 dəfə deyir. Sahabələrə deyir ki, mən sizə böyük günahların ən böyükləri barədə deyir, xəbər verimmi? Dedilər ki, dedik ki, deyir sahabələr, əlbəttə ey Allahın Rəsulü. Peyğəmbər sallallahu aleyhi və səlləm böyük günahların ən böyüklərini xəbər verir. Deyir ki, Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaq və deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm dirsəklənmişdi. Söykənmişdi, belə dirsəklənmişdi. Qalxdı deyib, dirsəkləndiyi yerdən oturdu və dedi ki, yalan söz ve yalandan şahitçilik etmek. Bunu o kadar tekrarladı ki deyir Peygamber sallallahu aleyhi ve sellem, yalan söz ve yalandan şahitçilik durmağı. Biz dedik ki deyir, ne olardı? Kaş ki Peygamber sallallahu aleyhi ve sellem yani rahat olardı, durardı, susardı. Peygamber sallallahu aleyhi ve sellemi alçadarak demediler. Sussaydı eşi. Hayır. Yani Peyğəmbər sama şəfqətindən, Peyğəmbər sam əsəbləşmişdi, qəzəblənmişdi və hətta o qədər üzü, gözləri qızarmışdı. O dərəcədə dəhşətli hədisdir bu hədis. Peyğəmbər sam o yalandan şahidçilik durmağı
o kadar əzəmətli gördü ki, yani biz dedik ki, ne olar? Peygamber sallam susardı, rahatlayardı. Kurtuluş mu istəyirsən? O zaman Müslümanlara kafir deməkdən, münafik deməkdən, müşrik deməkdən deyir, dilini qoru. Çünkü Peygamber sallallahu aleyhi ve sellem buyurur, bu dəhşətli hədisdir qardaşlar. Mən qalə li əxihi kafir, kim deyir qardaşına kafir deyərsə, fəqad bəə bihə əhəduhumə, o deyir, ikisindən birine yapışar. İkisindən birine çatar. İkisindən biri kafir olur. İkisindən birine bulaşar. Allah korusun. Yani kafir demek, bir hususen de bir Müslümana kafir demek, müşrik demek rahat bir şey değil muhterem Müslümanlar. Dile rahat gelebilir. Ama bu əzəmətli bir şeydir. Vallahi bir kafire belki Müslüman demek yüngüldü, bir Müslümana kafir demektense. Vallahi. Bu mənim sözüm değil. Bu bizim alimlerimizin sözleridir. İnsan dilini korumalıdır. Diline sahip çıkmalıdır. Ona göre bak danışığımız budur. Bu balaca et parçası ne bade ona imkan verme ki seni cehenneme düşmeve, cehenneme üzü üste sürüklenip cehenneme atılmağına sebep olsun. Allah-u Teala'nın gazabını kazanmağına sebep olsun. İzin verme dilive. Ve mümkündür ki sen bu dilinle cenneti de kazanasan. Mümkündür. Çünkü Allah-u Teala diliyle danışan o insanlar hakkında buyurur ki فَاَثَابَهُمُ اللّٰهُ بِمَا قَالُوا. Allah-u Teala onların danıştıklarına göre onları cennetle mükafatlandırdı. Ve hemçinin bu dille danışanlar hakkında Allah-u Teala buyurur ki وَلُعِنُوا بِمَا قَالُوا. Onlar danışıklarına göre lanetlendiler. Allah'ın lanetine uğradılar. Lanetine düçar oldular. Allahu Ekber. Bakın, bəli, dilimizle cehennemi kazanmak olduğu kimi cenneti de kazanmak mümkündür kardeşler. Ve hemçinin gerek dilimizi nemmamlıktan, insanlar arasında dedikodu, insanlar arasında fesat olsun, insanların arasını vurmak için onların arasında söz gezdirmekten belə korumalıyıq. Hemçinin dilimizi gıybetten korumalıyıq. Peygamber sallallahu aleyhi ve sellem'den rivayet olunan mühteşem bir hadiste Peygamber sallallahu aleyhi ve sellem buyurur. Mən deyir, Meyraca qalxdığım gün bir qövmün yanından keçdim. Meyraca qalxdığım gün deyir Peygamber sallallahu aleyhi ve sellem bir qövmün yanından keçdim. Onların deyir dırnaqları misdən olan dırnaqları var idi. Onların dırnaqları misdən idi deyir. Onlar o misdən olan dırnaqlarıyla üzlərini və sinələrini cırırdılar deyir. Mən deyir soruşdum, ey Cəbrail. Peygamber sallallahu aleyhi ve sellemin yanında Meyraca qalxdığı zaman Cəbrail aleyhisselam olur. Sidratil Muntəhəyə qədər. Cəbrail'e dedim, ey Cəbrail, bunlar kimdir? Bu qövüm kimdir? Yani bu misdən olan dırnaqlarıyla üzlərini və sinələrini cıranlar kimlərdir? Dedi ki, deyir, onlar insanların ətlərini yeyənlərdir. Yəni qeybət eləyənlərdir bu dünyadayken. Bu dünyadayken insanların qeybətlərini eləyənlərdir ki, Allah-u Teala kıyamet günü onların bu dünyada ettiği gıybetin mükabilinde onlara o cürne azap verecek. Allah korusun.
Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm nəmmam barəsində insanlar arasında fəsad törətmək üçün, insanların arasını vurmaq üçün söz gəzdirən insanlar barəsində deyir ki, Lə yədxulul cənnətə nəmməm. Nəmmam olan insan, insanlar arasında söz gəzdirən insan deyir, cənnətə daxil olmaz. Allah qorusun. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, bir gün iki qəbrin yanından keçir. Və deyir ki, bunlar hər ikisi deyir, əzab görürlər. Əlbəttə ki, deyir, onlar böyük əməldən, böyük işdən əzab görürlər. Amma birincisinə gəldikdə, o deyir, insanlar arasında nəmmamlıq edərdi, söz gəzdirib, söz aparıb gətirərdi, insanların arasını vurmaqdan ötürü. Ondan ona söz gəzdirən, bundan buna söz gəzdirir. İnsanların arasını vurmaq üçün hərəkət edir. Amma ikinci insan kim idi? O əzab görən. İkincisi insan deyir, sidiyindən özünü qorumazdı. Dəstəməz aldığı zaman sidiyindən özünü qorumazdı. Buna da gərək diqqət eləyək. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, insanların ən şərlisi iki üzlü olanıdır. Bu insanların yanına bir üzlə, digər insanların yanına bir üzlə gəlir. Bu insanların yanına bu insanların yanına gələndə başqa şey danışır, o insanların yanına gedəndə başqa şey danışır. Allah qorusun. Və Allah-u Teala bu da münafiqlərin sifətidir ki, Allah-u Teala onlar barəsində Quran-ı Kərimdə buyurur: "Və izə lequllezine amanu qalu amanna." Onlar, o münafiqlər, iman edən möminlərin yanına gəldikdə deyərlər ki, biz iman etdik. Və izə xələv ilə şeyatinihim, şeytanlardan olan dostlarını, hansı ki özlərini haq yoldan aldadan şeytanların dostlarının yanına gəldikdə deyərlər ki, onlarla təkdən hada qaldıqda onlara deyərlər ki, İnnə məakum, biz sizinlə bərabərik. İnnəmə nəhnu müstəhziun. Biz onları ələ salırdıq. Həqiqətən biz onları ələ salırdıq. Kimləri? Möminləri. Ona görə kim qurtuluş istəyirsə, kim xoşbəxtçilik istəyirsə, kim xilas olmaq istəyirsə, gərək dilinə sahib çıxsın. Allah-u Teala'dan istəyirəm ki, Allah-u Teala bizi eşidib faydalanan qullarından etsin. Allahu Teala a'la ve a'lem ve sallallahu ala nebiyyina ve sellem. Subhanakallahumma ve bihamdik. Neşhedü en la ilahe illa ente nestağfiruka ve